yaxşı əməllərə qarışdısa, xarab eləyir. Yəni o bizim nəfsimizdir. O nəfs elədir ki, gərək onun yolunu bağlayasan, heç nə ilə təmasda olmasına imkan verməyəsən, onu təcrid eləyəsən. O hər şeyi öz təsirini almaq istəyir. Nəyəsə əl vurursa xarab eləyir. Onu gərək təcrid eləyəsən, hər şeyi ondan təcrid eləyəsən, onu özündən uzaqlaşdırasan. İnsanın təbii ki, təbii istəkləri var, onları təmin eləməlidir. O barədə danışacaq. Hər şeyi nəfs adlandıra bilmərik. O təbii istəklər var, onlar təmin olunmalıdır. O barədə Allah qismət eləsə danışacaq ki, bu nəfslə bunları necə ayırt eləmək olar, necə ayırmaq olar. Biraz çox incədir məsələ. Bəzən də əvvəldən deyim ki, kənardan insana başa salmaq da çətin olur. Adam özü özündən xəbərdardır. Bunu bəzən çox vaxt insan özü hiss edir ki, hansı şey nəfsdən gəlir, hansı şey adi bir təbii istəkdir. Biz çalışacaq ona izah verək, amma ki, onu insan çalışmalıdır ki, özü diqqətli olsun özü barəsində. Biz mənfi istəklərdən danışırıq bu Ramazan ayında. Nəfsi əmmarə adlanır, Quranda da var bu söz. Pisliyə əmr edən nəfs. O zəhər kimidir. İnsanı zəhərləyir, onu özündən uzaqlaşdırmaq lazımdır. Birinci addım nədir nəfslə mübarizədə? Neçə gündür bunu danışırıq. İnsan ürəkdən inana ki, nəfs mənim düşmənimdir. Elə bilirsiniz, 2 gündür danışırıq, inanmışıq, xeyr, inanmamışıq. İnanmamışıq. İnanmaq zaman aparır, zaman tələb eləyir. İnsan gərək öz üzərində işləsin ki, buna inansın ki, nəfs qorxulu bir düşməndir, ağır bir düşməndir. Buna inanmaq 2x2 deyil, bir günün içində baş vermir. Mən deyim, sən eşidəsən, inanasan olmur. Gərək bunu təlqin eləyəsən ruhuna. Bəzi şeylər var ki, ümumiyyətlə həyatda, onları insan gərək öz ruhuna təlqin eləsin. Öz ruhuna təlqin eləsin, ruhunu inandırsın ona. Bu da o məsələlərdəndir. İnsan 2 şeyə inanmalıdır. Nəfs həm təhlükəlidir, həm də çox çirkindir. Bu 2 şeyə inanmalıdır. Çox təhlükəlidir, o həddəcən ki, insanı həlak eləyir və həm də çox eybəcərdir, çirkindir, nifrətə layiqdir. Gərək bizim baxışımız bu olsun nəfslə bağlı. Bu ilk addımdır. Gərək bu baxışa sahib olaq, bilmirəm necə. Mən deyirəm ki, gedin nə bacarırsınız eləyin, bilmirəm. Gedin baxışınızı dəyişin. Gedin bu baxışa sahib olun ki, nəfs çox qorxulu, təhlükəli düşməndir və çox çirkin düşməndir. Çox nifrətə layiq, iyrənc bir düşməndir. Çalışın buna inanın. Özünüz yollar axtarın. Özünüzü inandırın. Vaxt qoyun bu barədə düşünün. Fikirləşin. Düşünmən olduğuna inanın. Xarici düşmənlərin ən qəddarını təsəvvür eləyin. Nəfsin yanında toya getməlidir. Nəfsin yanında heç nədir. Ən qəddar, ən təhlükəli xarici düşmən insan nəfsinin yanında heç bir şeydir. Heç nədir. Ən təhlükəli düşməni nəzərinizə gətirin. Ən təhlükəli düşməni nəzərdən keçirin. Ona əsir düşsən necə olar? İnsanı 100 cür işgəncə verər. Sonra tədricən də öldürər adamı. Döyüşlərdə bəzi insanlar çalışır ki, əsir düşməsin. Çalışaq ki, bu həyat adlanan bu döyüşdə öz nəfsimizə əsir düşməyək. Buna çalışaq. Çünki o bizim başımıza çox oyun açır, bizi hər cür təhqir edir. Axırda da öldürür və öldürməsi ilə də cəhənnəmə göndərir. Düşmən adamı öldürər, adam şəhid olar, cənnətə gedər.
Bu elə bir düşməndir ki, nəfs kimisə öldürdüsə, onun cənnətə yolu yoxdur. Onun yolu cəhənnəmədir. Görün, nə təhlükəlidir. Xarici düşmənlə döyüşərsən, vuruşarsan, sənə güllə atar, səni qılınc vurar, nizə atar, öldürər, öldürməklə də sən xoşbəxt olarsan. Bu daxili düşmən elədir ki, səni əsir götürər, bir ömür alçaldar. Belə məğrur gəzən oğlanlar var, nəfsin əsiridir. Gördü ki, biri ağırlıq qaldırır Peyğəmbər, cəmaat toplaşıb başına. Dedi ki, ən şücaətli adam budur ki, bədənini şirtsin, gəzsin, ona göz ağartsın. Şücaətli adam odur ki, içində olan nəfsi əzə bilsin. Şücaətli adam budur. Şücaətli adamın tərifini verdi. Əşcə'un nas mən qələbə həva. İnsanların ən şücaətlisi öz nəfsinə, istəyinə qələbə çalandır. Bu hər kişinin işi deyil. Mən əminliklə deyirəm, burada oturanlardan əminliklə deyə bilmirəm. Yəni bunu əminliklə deyə bilirəm ki, çox az faizi varsa hələ buna nail ola bilir. Varsa ona da şəkk edirəm. Özüm ümumiyyətlə hesab eləmirəm. Burada oturanlardan neçə faiz adam qorxur, 1% deyərsən ki, bəlkə də heç o da yoxdur. Ki, nəfsinə qələbə çala bilir. Namaz qılan çoxdur, oruç tutan maşallah çoxdur. Amma onu əzən, ona qələbə çalan adam o qədər azdır ki, nə bilim, adam şəkk edir ki, deyək ki, bəlkə yoxdur heç burada. Heç vaxt burada danışılan sözü hamı yanındakına aid eləyir. Bizim dərdimiz budur. Özümüzə aid eləyir. Möhsin qiraəti var, bir alim o yaxşı bir söz deyir. Deyir ki, mən bir şey var, onu dəlidən öyrəndim. Dəlinin bir hərəkətindən öyrəndim. Deyir, mən dəlidən öyrəndim ki, ümumi moizə xeyir eləmir cəmaata. Gələk tək-tək qabağa qoyub danışasan. Çünki hamısı elə bir o birisine aiddir. Deyir, bunu necə öyrəndim? Deyir, məsciddə danışırdım, oturmuşdum. Birdən bir ruhu xəstə adam, bir dəli adam gəldi içəri, başladı hamını söyməyə. Hamını söyür, yəni söyür də ümumi. Gördüm, heç kəs yerindən tərpənmir, oturub. Birdən dedi ki, sənənəm, birini göstərdi, sənə deyirəm. Sənə deyirəm deyəndə bu durdu ayağa. Sənə deyirəm o birinə dedi, o durdu ayağa. Deyir, gördüm ki, bunlara gələk deyəsən ki, sənə deyirəm ki, biraz tərpənsin. Deyir, dəlidən bunu öyrəndim. Ümumi moizə eləyirsən, hamı deyir ki, yanımdakına aiddir. Gərək deyəsən ki, sənə deyirəm, ona da mənim cürətim çatmır, mənim ixtiyarım çatmır. Amma doğrudan da zarafatsız da desək, insan gərək bu sözləri birinci növbədə özünə aid eləsin. Özün üçün qəbul eləsin. Ən təhlükəli düşmən nəfsdir. Adamı əsir götürür, tədrici öldürür. Adamı alçaldır, öldürür. Buradakılardan kim alçalmaqdan xoşu gəlir heç kəsin? Bəs niyə bir ömür nəfsimizin qabağında alçalırıq? Biri bir söz deyəndə qürurumuza toxunur, cavabını qaytarırıq. Bəs niyə bir ömür nəfs bizi alçaldır, onu rahat qəbul eləyə bilirik? Niyə qəbul eləyə bilirik? Elə bir təhlükəli düşməndir ki, gərək rəngi qaçsın adamın. Qorxsun insan ki, onun əlinə əsir düşməyim. Nə badə əsir olun. Ona görə böyük adamlar ehtiyatlı olub. Əvvəldən hədd qoyublar. Çünki bizdə misal var, üz verirəm astarını istəyirsən. Bu nəfsə aid misaldır. Ona üz verdinsə astarını istəyəcək. O bir yer yoxdur, deyansın, desin bəsimdir. Sən verdikcə o gələcək üstüvə, verdikcə gələcək. Bax, belə bir eybəcər bir nəfsimiz var. Bir ömür gör, nə ilə yaşayırıq biz. Bunu əzməliyik biz. Qəssab dükanının yanından keçir əleyhissalam, deyir, ya əmir əl-möminin, yaxşı ət gətirmişəm, götürün. Dedi, mənim pulum yoxdur. Dedi ki, yox, mən səbr eləyərəm, pul verərsiniz. Deyir, sən səbr eləyincə öz mədəmə deyərəm, nəfsimə deyərəm səbr elə. Belə hədd müəyyən eləyir əleyhissalam. Əvvəldən gərək hədd qoyasan ona. Əvvəldən. Bəzi şeylərdən imtina eləyib əleyhissalam. Deyiblər ki, ağa haramdır, deyib yox, biz yeyə bilərik, deyib yiyin. Amma mən istəmirəm nəfsimi öyrəşdirəm.
Mən istəmirəm öyrəşdirim. Öyrəşdirsəm sonra üzdə olacaq, sonra yavaş-yavaş başqa şeylər istəyəcək. Amma biz bu qədər şücaətliyik ki, Əli əleyhissalamdan daha şücaətliyik biz. Şimdi nə istəyir veririk, sonra deyir, mən bacaracam ondan. Xeyr, onu gərək məhrum eləməklə alışdırasan. İstəyinin əksinə get. Hər nə ürəyim bugün istəyir onu eləyim, ürəyimə filan şey düşüb, ürəyimə filan şey düşüb. Meyyar sənin həyatında bu olacaq ki, ürəyimə nə düşüb, bu ilə yaşayacaqsansa çətin olacaq. Hərdən bir gör ürəyimə nə düşüb, onun əksini elə, prinsipial olaraq. Deyən, sənin ürəyimə düşüb, mən sənin istədiyimi bugün sənə verməyəcəm. Get yerimi bil, otur yerində. Və belə danış nəfsini. Adam var ya, ürəyimə filan şey düşüb, gedir filan işi görür. Ürəyimə filan şey düşüb, elə ürəyi istəyən kimi yaşayır. Amma biz dünyaya gəlmişik ki, ürəyimiz istəyənləri bəzi yerlərdə, bir çox yerlərdə vuraq, əzək ki, sonra görək ki, nələr istəyirik. Sən demək, bunlar bizim ürəyimiz istəyən şeylər deyilmiş, bunlar üzdə olan istəklər imiş. Bunları əzəndən sonra onda həqiqi istəklər başlayır düzəlməyə, bax, həqiqi nəfs odur. Nəfsin mutmainnə var, bax, odur. O da nəfsdir. O istəkləri gərək təmin eləyəsən. O başqa mərhələdir. Mən burada nəfsin ibtidai mərhələsindən, nəfsi əmmarədən danışıram. Onu gərək vurasan. Onu gərək əzəsən. Onun gərək əksinə gedəsən. İmam Sadiq əleyhissalam buyurur ki, mən gərək nəfsimdən müğayət olum, nəfsimi qoruyum. Nəfsimin keşiyində dayanım, yəni istəklərimin keşiyində. İnni dəninun alə nəfsi. Bu mən dənin necə tərcümə edeyim? Yəni ehtiyatlı olun, qoruyun, qorunum ondan. Böyük adamlar çox ehtiyatlı idilər və bugün də böyüklər çox ehtiyatlıdırlar, nəfsdən ehtiyatlıdırlar. Çox diqqətlidirlər, əsir olmasınlar. O bizik ki, özümüzü azad buraxmışıq. Özümüzdən xəbərimiz yoxdur. Bu nə təhlükəli və namərd düşməndir ki, övliyalar ondan çəkinir. Ki, əsir düşməyim, onun əlinə düşməyim. İnanmaq lazımdır buna, inanmaq. İman gətirmək lazımdır. Kaş bir dəfə gözümüz açılardı, öz nəfsimizi özümüzə göstərərdilər kənardan. İyrənərdi ondan, onun pis qoxusundan, iyrənc surətindən. Kaş bir dəfə bəsirət gözümüz açılar. Bir anlıq, onu bir dəfə kənardan müşahidə eləyək, onun necə qorxunc və iyrənc olduğunu ki, ondan düşünək ki, qaçmağına dəyər, hətta üstünə qaçmağına dəyər, onu zərbə vurub, neçə başlı əjdahadır o. Onun bir başını kəsirsən, deyərsən canın qutardı, yox, bir başqa başı çıxır ortaya. Bir ömür başını kəsirsən, axırda İmam Sadiq əleyhissalam buyurur ki, dillə bu mübarizə haçan bitir. İmam Sadiq əleyhissalamdan soruşdular. Buyurdu ki, o gün ki, cənnətə ayağı qoydun, qədəmvi qoydun. Cənnətə daxil olan günə qədər davam eləyir. Cənnətə daxil olan günə qədər. Özvə qarşı getmə. İndi kimsə günahla mübarizə aparır. Övliyaların da öz dərəcəsində öz mübarizəsi var. Onlar günahdan keçib. Amma yenə də hansısa mərhələdə mübarizələri var. Söhbət günahla mübarizədən getmir. Deyəsiniz ki, ömrünün axırınaca mən günahla mübarizə aparmalıyam. Xeyr, insan bir ömür günahla mübarizə aparmamalıdır. Günah bir mərhələdir ki, tez keçib getməlidir. Amma nəfslə mübarizə davam edir. İnsan böyüdükcə də özünə uyğun istəkləri var ki, onlarla gərək mübarizə aparsın. Bir an gərək qəflət eləməyəsən. Bir an göz qırpımı qəflət elədin, o sənə hücum eləyir. Gərək həmişə şübhələnəsən. Bir pis adamla qonşu olarsan, bir ya dost deyəndə tanış olarsan. Bir xeyir söz də deyəndə deyəsən, yox, bu nəsə bir mənfəəti var. Bu xeyrə bir söz deməz. Belə bir şeydir nəfs. Belə bir şeydir nəfs. Ayətullah Behçət, rəhmətullahi aleyh. Ondan soruşdular ki, suizənin əlacı nədir? Suizən bədgüman deməkdir. Suizən belə məna eləmək olar ki, insanlardan şübhələnmək. Suizən budur. Yəni ki, bu deyəsən buna görə eləyib filan şey. Bu filan, yəni şübhələnəsən, pis nisbət verəsən birinə. Məsələn, birini görürsən fəsad yerindən çıxır, fəsad
mərkəzindən, günah yerindən. Hədislərdə var məsələn 70 dənə xeyir yerə yoz. Bədgüman aparma. Suizən halında olma. Deyirəm ki, inşallah belədir, inşallah elədir, inşallah. İnşallahla hətta biraz avam kimi görünsün deyib yoxdur. Burada avam görsənməkdən qorxma. Sən bir adamın əməlini xeyrə yoz. Qorxma ki, sən avamlıq məsələsi deyil. Sən insanın əməlini xeyrə yoz, bu sənin özünün təmizliyinin əlamətidir. Az qalıb ki, 100%-ə yaxın bu günah eləyib, sən xeyrə yoz onu. Ondan ziyan görməzsən. Deyirəm ki, inşallah belə deyil. Mənim nəyimə lazımdır? İnşallah ki, başqa bir niyyətə dedi. İnşallah başqa bir şeyə. Kim ki bir adamdan pis fikrə düşür, şübhələnir, ona deyirlər suizən. Gəlib soruşdular Ayətullah Behcətdən ki, biz suizənnə qapılırıq cəmaat barədə. Necə azad olaq? Doğrudan da necə gözəl cavab verdi. Suizənin əlacı nədir? Buyurdu ki, özünə qarşı suizəndə olmaq. İstəyirsən başqalarına bədgüman aparmayasan, özünə layiq cavab verdi. Özünə bədgüman ol, başın özünə qarşısın. Hər kim ki nəfsindən bədgümandır, suizən eləyir, özünə qarşı. Kim ki suizəndədir, başqalarına qarşı suizəndə olmaz heç zaman. Kim ki nəfsi ilə məşğuldur. Kim ki öz nəfsinin sözlərini təftiş eləsin, desin, yox, sənin xeyir niyyətin olmayacaq, sən məni... Bu hədislərdən əsasən danışıram valla. İnanın mənə. Şübhəyə düşməyin ki, bu yəqin özündən danışır. Hamısının hədisləri var. Mömin gecə gündüz özünə bədgümandır. Mömin gecə gündüz niyə belə elədin, niyə belə eləmədin? Hey nəfsindən şübhəlidir, özündən şübhəlidir, nəfsindən şübhəlidir. Bu adamlar ki, cəmaatın əməllərinə çox baxır, bilirsiniz niyə görə baxır? Çünki gözlərini başlı-başına buraxıblar. Özüm elə xəstəyəm ki, əlacım yoxdur, ondan bundan şübhələnirəm. Tuba limən şəğələhu aybuhu an uyubin nas. Buyurur ki, xoş o kəsin alına ki, öz eyiblərinə məşğul olmaq, onu başqalarının eyiblərinə məşğul olmaqdan uzaqlaşdırır. Başı o qədər özünə qarışıqdır ki, heç başını qaldırıb cəmaatın eybini görməyə halı yoxdur, fürsəti yoxdur. Adam var amma özünü ki buraxdı, özü ilə məşğul olmadı, onda hamının eybi onun gözünün qabağındadır. O da belə, bu da elə, o da elə. Yük yığır, odun yığır çiyninə. Cəmaatın sözünü danışa-danışa, cəmaatın eybini müzakirə eləyə-eləyə. Mən ona görə təsadüfən demədim. Ramazan ayının 1-ci günündən qərar verin, gec də olsa indi də qərar verin ki, mən bu ayın sonunacan cəmaatın sözünü danışmayacağam. Hətta şübhəli sözünü danışmayacağam. Hətta qeybət hesab eləmədiyim sözünü danışmayacağım. Çünki sözün içindən söz çıxır. Cəmaatın eyblərini müzakirə eləyir. O adamlar ki, öz eyblərindən qafildilər. Cəmaatın eybi ilə məşğul olma. Öz eybinlə məşğul ol. Allah sənə elə kəramət verirsin ki, hamının eybini sənə tanıttırsın, heç sən onu istəməyəsən. Belə ariflər olub. Ayətullah Haqşinasdan mən oxumuşdum. Deyir ki, gözümün önündən çəkildi pərdələr. O cəmaat ki, görürsən, onu bunu təftiş eləyir. Mən heç istəmirdim. Gözümün önündən pərdələr çəkildi. Hamının eybəcər daxili surətini ya yaxşı, ya mənfi, ya müsbət görürdüm. Deyir, çox narahat olurdum. Məsələn, evimdə oturub süfrəmdə çörək yeyə bilmirdim. Qonaq gəlir, hamını görürəm də eybləri mənə aşkar oldu. Xeyli israr eləyir, Allahdan istəyir ki, Allah onu ondan alsın. Bir var ki, maraqlanasan, bir də var Allah deyir ki, bütün hamının eybindən, nöqsanından, fəzilətindən səni xəbərdar eləyərəm, sən özün imtina eləməyə başlayırsan ki, istəmirəm bunu. İnsan özü ilə məşğul olsa, belə bir yerlərə gedib çata bilər. Birinci addım nədir? Birinci addım budur ki, sözümü ikinci addımı da toxunub sözümü yekunlaşdıracağım. Birinci addım budur ki, biləsən ki, sən təhlükəli bir düşmənlə yaşayırsan. Özdə belə deyir ki, qonşu olsun, köçüb gedib canını qutarasan. İçindədir, hara getsin, sənlə gedir. Dəhşət bundadır. İçindədir, hara getsin, hara köçsün, sənlə köçür gedir. Birinci bunu inanasan, inandırasan özü, bu vacib məsələdir. Qəlbən buna inanasan. Qəlbən buna iman gətirəsən. İkinci addım nədir? Bugün ona toxunuq. İkinci addım, elə ki bildin nəfs düşməndir, nəfs çirkindir. Qərara gələsən, əzm,
qərara gələsən ki, ondan dava eləyəcəm, mübarizə aparacam. Bu qərarın özü də bir işdir. Bu qərardayam ki, insanların bir qismi qərarda deyil. Belə bir məqsədi yoxdur, nəfslə mübarizə aparacam. Var burada belə adamlar, yəqin ki var. Heç belə qərarı zadı yoxdur ki, nəfslə mübarizə aparacam. Belə bir qərarda deyil. Biləndən sonra ki, düşməndir, ikinci addım nədir? Qərara gələsən ki, mən bu düşmənlə mübarizə aparacam. Mən bu düşmənlə mübarizədəyəm. Qərarım budur, birdən əlimdən çıxdı, gəldi, qaçdı, mənə gəldi, zərbə vurdu. O heç, onda bağışlanmaq istəyərəm, Allah da bağışlayar. Amma qərarım ona zərbə indirməkdir. Hədislərdə var ki, mömin qərarlıdır nəfsi ilə mübarizə aparsın. Hərdən nəfs onun əlindən çıxır, onu yerə yıxır, onda Allah bağışlayır. Çünki qərarlıdır. Gör, qərarlı olmaq nə qədər mühüm məsələdir ki, o varsa, Allah deyir, mən günahları rahat bağışlayaram. Eybi yoxdur, büdrüyərsən, yıxılarsan, o səni yıxar. Qərarın varsa, qərar nə qədər vacib məsələdir ki, onunla mübarizə əzmindəsənsə, qərarlısansa, Allah deyir, hərdən qəflətdə olacaqsan, səni o yıxacaq, mən əlindən tutacağım, eyb yoxdur. 100 dənə günahı bağışlayayım, tək ki qərarlı ol. 100 dənə deyirəm, cürət yaratmasın sizdə. Amma hər halda belədir, qayda belədir. Qayda belədir ki, sən onu vurmaq əzmində ol, nəfsi əzmək əzmində ol, nəfslə mübarizə əzmində ol, amma hərdən qəflətdə olarsan, fikrin yayınar, o sənə hücum eləyər, səni yıxar, Allah deyir, mən onda rahat bağışlayaram səni. Tə ki, sən əzmində ol. Bacarmayan yerləri mən bağışlayayım. Kim deyir ki, bugündən bir günün içində hamı məsum olsun? Amma əzm, iradə lazımdır, qərar lazımdır, qərarlaşaq. Amma bir adam qərarlı deyilsə, onun savabının da bir dəyəri yoxdur. Qərarlı adamın günahını tez bağışlayır. Mübarizəyə haqda qərar verməyən adamın savabının da bir qiyməti yoxdur. Savabı da nəfsinin əlində oyuncağa çevrilir. Bax, görün qərarla qərarsızlığın nə qədər fərqi var. Bir adam qərarlıdır ki, nəfsimlə mübarizə aparacam, hərdən nəfs əlindən çıxır, buna həmlə eləyir, bunu yerə yıxır, Allah dərhal bağışlayır. Bir adam qərarlı deyil, nəfslə mübarizə aparmağa, namaz qılır, namazı da bir yerə çatmır. Oruç tutur, orucu da bir yerə çatmır. Heç bir əməlinin bir faydası yoxdur. Allah inayətini çəkir, lütfünü çəkir. Bir Allahın rəhmi, bir də var inayəti. Allahın rəhmi hamıya aiddir. Amma Allahın inayəti var, hamımıza individual məsələdir. Onu kəsir, haçan kəsir? O vaxt ki, nəfsdən qafil olduq. Şeyx Rəcəbəli Xəyyat deyir ki, bir gecə ibadətdə gördüm ki, yox, Allah nəzərini çəkib. Oyunda onlar hiss eləyir, bəzi insanlar var. Görürüm ki, nəzərini çəkib, hiss eləyirəm ki, yox, nəsə ibadətimin nuraniyyəti yoxdur, nuraniliyi yoxdur. Deyir, çox narahat oldum, çox zəhmət çəkdim, axır mənə aydınlaşdırdılar ki, başa saldılar. Allahla belə münasibətdə olanlar da var, başa saldılar deyil məni. Güdünən axşam övladı öpəndə Allaha görə yox, öz nəfsünün keyfinə görə öpdün. O da onun məqamıdır. Biz indiyəcən nə qədər övladımızı öpmüşük, bir dəfə Allaha görə öpmüşük. Yadıma gəlmir mənim. Amma bircə dəfə, ümumiyyətlə Allaha görə övladı öpmək nə deməkdir? Biz heç başa düşmürük o nə deməkdir. Nətər yəni, övladımı öpürəm qürbətənlə Allah, belə olur. Biz başa düşmürük o nədir. Başa düşmürük. Amma deyir, bir an nəfsim bu məsələyə müdaxilə elə. Gör, necə hər an onunla mübarizədədir ki, diqqətlidir də, gör. Bir an hardansa yol tapıb buna. Orada Allah deyir, mən də o qədər krantı bağlayanları, həmin o inayətimi, lütfümü səndən əsirgədim. O da hiss edir ki, yox, mən əvvəlki adam deyiləm, nəsə olub. İnsanın hörməti Allah yanında nədədir? Bax bunda. İnnə əkrəməkum indəllah ətqakum. Hörmətdə, bax məhəllədə görsən, deyilə filan kəs hörmətli oğlandır. Ümumiyyətlə, insanların hörməti, xüsusən cavanlıqda nə ilə ölçülür? Şücaəti ilə. Şücaəti ilə. Bir məhəllədə bir insan hörmətlidir ki, məsələn, şücaəti var, kiminsə cavabını verə bilir, kiminsə qabağında əyilmir, kiçilmir. Buna
bu adamların hörməti olur. Allah yanında hörmətli kimdir? Həmin bu nəfslə döyüş meydanında onun qabağında kiçilməyən, qaçmayan oğlanlar, kişilər, o insanlar. Orada da hörmət meyarı ilə təxminən buna oxşayır ki, o adam ki, nəfsin qabağında zəlildir, o Allahın yanında nə hörmət ola bilər? Nə hörmətə layiqdir ümumiyyətlə? Hörmətli kişilər o kişilərdir ki, bu meydanda nəfsin qabağından qaçmır, ona hücum eləyir, onu yıxır. Bax, əsl hörmət bundadır, Allah qatında. Sözümü yekunlaşdırıram. Nəfslə mübarizə əzmində olun. Bu qərarda olun. Ondan sonra görün günahlarımızla necə mehriban davranır Allah. Ümumiyyətlə, istiğfarın fəlsəfəsi ilə budur, istiğfar, tövbə. İstiğfarın təməli budur ki, mən nəfsdən mübarizə aparıram. İstiğfarın təməli budur. Birdən də o mənə məğlub elədi, mən üzr istəyirəm. Yoxsa nədən üzr istəyəsən? Elə bil ki, bir adamdır, əzm, məsələn, bir idmansıdır, birindən güləşir. Bunun məşqçisi də çox əziyyət çəkib bunun üçün. Gecəsini, gündüzünü qoyub, əziyyət çəkib. Bax, təxminən insanın halını təsvir edirəm sizin üçün. İdmançı əzmindədir ki, bu fikirdədir ki, rəqibi ilə güləşsin, rəqibini yıxsın. Bu, idmançının birinci xüsusiyyəti olmalıdır. Bu yandan da məşqçi çox əziyyət çəkib. Lap belə ürəyi yanan məşqçidir, təmənnasız buna xidmət eləyib, gecə-gündüz xidmət eləyib. İndi bu çıxır döyüşə, birdən rəqibi bunu yıxır, özü də bunun səhvi ucbatından, qəflət ucbatından. Bu durur ayağa gedir, məşqçisindən üzr istəyir ki, çox üzr istəyirəm, xəcalət. Sənin bu qədər zəhmətə görə mən gərək belə eləməzdim. Sən çox zəhmət çəkmişdin. İstiğfar bu deməkdir. İstiğfar bu deməkdir. Əgər nəfslə mübarizə yoxdursa, tövbənin anlamı yoxdur. Tövbənin mənası yoxdur. Tövbə nədir biz başa düşməmişik. Gərək nəfslə mübarizə əzmində olasan ki, uduzanda üzr istəyə biləsən. Yoxsa özünü buraxan adamın üzrü həyasız uşağın gündə bir şeyli bağışla deməyinə oxşayır. O üzrün nə qiyməti var? O üzlü uşaqlar var. Axırda məktəbdə zətdə hərdən var idi elə uşaqlar ki, məsələn, ağlamağın da bir qiyməti yox idi. Cəza verirdin. Yəni belə də bilirsən ki, bu ürəkdən eləmir bu şeyləri. Ürəyinə salmır çox. Məsələn, vururlar onu, müəllim vurur ki, ağlayır, amma heç ürəyində belə çox da vezinə də deyil. O qədər. Bizim tövbələrimiz buna oxşamasın deyə biz gərək bu əzmdə olaq ki, günah eləməyək. Hərdən nəfsimiz bizə qələbə çalanda tez gedək ki, layiq deyildi. Sən çox zəhmət çəkmişdin, mən bu döyüşdə qələbə çalım, amma yıxdı məni. O da əlindən tutar qaldırar, deyərək yox. Döyüş davam eləyir, yenə hücum elə, yenə mən səninlənəm. Valideynlər gərək övladlarını bunun üçün böyütsünlər, bunu başa salsınlar. Biz nə üçün böyüdürük? Dərs oxu səviyyəli olasan, filan kəsdən dala qalmayasan. Dindarlar qeyri, hamı saat bu məsələ. Filan müəllim yanına get, filan, məsələn, gərək səviyyəli adamın uşağı neynəsin? Məsələn, filan idmana da getsin. Səviyyəli adamın uşağı hara getsin? Rəqsə də getməlidir. Bir cür belə standartlar var cəmiyyətdə, övladımızı bu standartlara uyğun tərbiyə edirik. Ədəb də verəndə deyirik, vay, biabır eləmə məni filan yerdə. Yenə də öz nüfuzumuzu düşünürük. Hər şeydə o səviyyə standartları gəlib bizim həyatımıza daxil olub. Bir nəfər yoxdur ki, deyə övladım adam olsun, təqvalı insan olsun. Övlada uşaqlıqdan desin ki, özünə qarşı get ki, Allah yanında əziz olasan. Onu öz dilində başa salasan. Ki, bax, burada istəyirsən eləmə ki, Allah yanında əziz olasan, dəyərli olasan. Allah yanında əziz olsun, elə o səviyyədə təmin olunacaq. Bunlar hamısı öz yerində olacaq. Allah yanında əziz olmaq üçün elm oxu, elə o diplom da onsuz da olacaq. Allah yanında əziz olmaq üçün elm oxumaq, onu anladırsa, Allahın elmli adamlardan xoşu gəlir. Çünki elmli adam gərək özü ilə mübarizə aparsın axı. Elmi niyə Allah xoş deyir? Həm də buna görə xoş deyir ki, elmdə nəfslə mübarizə var. Bir adam qərar verdi ki, mən kitab oxuyacam, deməli nə qədər istəyinə yox deyəcək. Bu özü bir təmizlənmə prosesidir həm də, elm öyrənmə prosesi. Yəni, bunu cəmiyyətimizə gətirməyimiz lazımdır. Mədəniyyətimizə daxil eləməyimiz lazımdır.
Nəfslə mübarizə məsələsi, necə deyim, bizim mədəniyyətimizə daxil olmalıdır, tərbiyə prosesinə daxil olmalıdır, dünya görüşümüzün tərkib hissəsinə çevrilməlidir, bir ictimai meyar olmalıdır. Bunu yavaş-yavaş insanlara aşılamaq lazımdır ki, insanın dəyəri özünə qarşı getməyindədir. Bu bir dəyərə çevrilməlidir cəmiyyətdə. Yəni bizim millət kimi, cəmiyyət kimi dünya görüşümüzün bir tərkib hissəsinə çevrilməlidir tədricən. Bu nəfsi sən ya məğlub edəcəksən, ya səni zəlil eləyəcək. Heyvan var dörd ayaqlı, ondan da aşağı. Ulaikə kəl ən'am bəlhum əzəl. Onlar dörd ayaqlı heyvan kimi, bəlkə də ondan da aşağıdırlar. Mənəviyyat yolunun başlanğıcı nəfsi düşmən bilib, ondan mübarizə qərarında olmaqdır. Çoxu qorxur bu qərarı verməyə. Deyirsən, qərarlaş deyə qorxuram. Çox şeylə bir əlindən çıxacaq. İnsan nə qədər bu qərarı verməyibsə, mənəviyyatdan payı olmayacaq. Pis qoxuya burnu öyrəşən adam yaxşı qoxu hiss eləyə bilməz. O qədər nəfsin sirkabına bulaşmış adam heç zaman mənəviyyat qoxusunu hiss eləyə bilməz. Biri var idi, tullantıların, üzr istəyirəm, sirkabın içində işləyirdi. Burnu o qədər pis qoxuya öyrəşmişdi ki, bir dəfə ətir dükanına girdi, ətir dükanında yaxşı qoxudan ürəyə getdi, yıxıldı. Dedilər ki, bunun burnu öyrəşməyib bu ətirə, bu qoxuya. İnsan var o qədər nəfsin sirkabına bulaşıb ki, yaxşı qoxu heç burnuna gəlib çatmır, mənəviyyat qoxusu. Sözümü yekunlaşdırıram, Ramazan ayı, bir şey yadımdan çıxmamış deyim. Birinci addım nəfslə mübarizə, üzr istəyirəm, birinci addım nəfsi düşmən bilmək, ümumiyyətlə nəfslə mübarizədən danışırıq. Birinci addım nəfsi düşmən bilmək, onu necə eləmək olar? Yadınızdadır, nə dedim? Dedim, təlqinlə. Adam özünə təlqin eləsin. İkinci addım qərar vermək, nəfslə mübarizə qərarı. Müvəffəq olmağın yolu duadır. Birinci addım nəfsi düşmən bilmək, yolu təlqin. İkinci addım nəfslə mübarizə qərarı vermək, müvəffəqiyyətin yolu duadır. Dua, Allaha sığınmaq. Həzrəti Yusuf Allaha sığınmasaydı, bacarmayacaqdı. Çox da qərar verdim deyib dayanma. Qərar ver, amma denən ki, mənim qərarım səndən asılıdır. Sənə pənah aparıram. Sənə sığınıram. Qərar verdim, bacaracam. Bu özü də bir içində mənəmçiliyi var. Allah deyər, onda get bacar. Mən yadınızdadırsa cümə xütbəsində dedim. Allah demir ki, get nəfsünlə mübarizə apar. Deyir, gəl, bir yerdə mübarizə aparaq. Get yox. Gəl mənə tərəf. Mənə sığın, məndən istə, qərarlı ol və məndən istə. Mənə sığın. Ramazan ayının gözəlliyi bilirsiniz nədədir? Ramazan ayı səhərdən axşamacan qərarlılıq nəfsimizlə mübarizə aparaq. İldə bir dənə belə ay yoxdur. Ona görə hamı nuranidir. Mən baxıram tanıdığım simalara, hamısı şükür Allaha tanıdığım simalar nuranidir. Amma bu ayda baxırsan görürsən hamının üzündə xüsusi nur var. Hamı ən yaxşı halındadır. İl ərzində dostların, qardaşların, özün, hamının ən gözəl halıdır. Adam xoşuna gəlir müşahidə eləmək. Görürsən ki, bu nə qədər gözəlləşib, nə qədər nuraniləşib, nə qədər xoşdur bununla ünsiyyətdə olmaq. Ən yaxşı haldır. Bu yaxşı hal nəyin nəticəsidir? İldə bir dəfə məcburuq Ramazan ayında. Özümüzə yox deyək, mübarizə. Səhərdən qərar veririk ki, filan şeyləri yeməyəcəm. Artıq mübarizə qərarıdır. Və axşama qədər də sözümüzün üstündə əlhamdülillah dururuq. Və bu mübarizə dairəsini nə qədər çox genişləndirsək, yemək içməkdən keçsin, başqa şeylərə də ki, mən ümumiyyətlə günah eləməyəcəm, bir o qədər də nuraniyyətimiz artır. Yəni bu qərarı vermək kifayətdir ki, səcdəmizin keyfiyyəti artsın,